Anavız sizin üçün neyniyib? Michael Jordan'ın anası ona milyonlar qazandırıb. 1984-cü ildə Jordan Universiteti bitirir və Chicago Bulls'un oyuncusu olur. O vaxt Adidas və Converse basketbol bazarının ayaqqabı kralları idi. Nike isə sadəcə qaçış ayaqqabıları ilə tanınırdı. Jordan'ın özü Adidas fanatı idi, amma Adidas ona istədiyi təklifi eləyə bilmir. Converse isə artıq Larry Bird və Magic Johnson kimi ulduzlarla işləyirdi. Nike böyük bir risk eləyir və Jordan'la 5 il müddətinə 2,5 milyon dollarlıq inanılmaz bir müqavilə imzalayır. Amma ən vacib məqam başqa yerdə idi. Jordan hər satışdan faiz alacaqdı və bu idman tarixində ilk belə hadisə idi. Maraqlısı isə budur ki, bu şərti müqaviləyə Jordan'ın anası əlavə etdirmişdi. Dizayner Peter Moore Chicago Bulls'un qara-qırmızı rənglərində ilk Air Jordan'ı dizayn elədi. Nike rəhbərliyi hesab eləyirdi ki, ilk ilində 3 milyon dollar gəlir əldə etsələr layihə uğurlu sayılacaq, amma düz 126 milyon dollarlıq Air Jordan satıldı və 1988-ci ildə yaranan Jumpman loqosu Jordan'ın 1984-cü ildəki tullanma fotosundan yaranıb bu günə qədər brendin simvoludur. Mən Rüfət idmanla bağlı maraqlı məlumatları sizinlə bölüşürəm. Səhifəmi izləyərək mənə dəstək ola bilərsiniz.